Salam, hər vaxtınız xeyir əziz şagirdlər, dəyərli abituriyentlər. Bildiyimiz kimi 14 dekabr 2025-ci il tarixində 9-cu siniflər üçün 4-cü sınaq imtahanı keçirilib, yəni buraxılış sınaq imtahanı keçirilib. Gəlin ingilis dilindən suallara bərabər nəzər salaq. 56-cı sualda gördüyümüz kimi article bölməsinə aiddir sualımız. I bought new brush to paint. Burada deyir ki, yeni fırçalar almışam rəsm çəkmək üçün. Deməli, baxırıq ki, birinci yerdə burada artiklı qoya bilmərik. Yəni, ümumiyyətlə deyir ki, fırçalar almışam. Burada artikla ehtiyac yoxdur. İkinci tərəfdə artıq adını çəkir. Təkrar bilirik hansı fırçalardan sözü gedir. Yəni, aldığı fırçalardan istifadə edir şəkil çəkdiyi zaman. Ona görə ikinci hissədə Z artiklı olacaqdır. Və doğru cavabımız olacaq burada B variantı. I bought new brush to paint. To use the brush while painting is amazing. Yəni, rəsm çəkmək zamanı fırçalardan istifadə etmək çox gözəldir. 57-ci sual əvəzlik bölməsinə aiddir. Törənmə əvəzliklərdən söz gedir. Burada diqqəti nəyə verməliyik uşaqlar? Deməli, diqqəti verməliyik burada inkarda gələn sözə didn't call. Bilirik ki, əgər cümlədə bir inkarlıq varsa, ikinci inkarlıq, yəni bir sadə cümlədə yanaşı gələ bilməz. Ona görə nothing çıxdı, nobody çıxdı, çünki biz onları işlədə bilmərik inkar cümlədə yanaşı və həmçinin inkar cümlədə some və onun törəmələrini işlədə bilmərik. Ona görə B, C variantında çıxanda cavab qaldı anybody. Y variantı. Jessica didn't call anybody when she was busy. Jessica məşğul olanda heç kimə zəng vurmadı. Növbəti sualımız yenə də əvəzliklə davam edirik. Diqqəti nəyə ayırıq? Burada Dianadan söhbət gedir, yəni qızdan söhbət gedir. Looked at in the mirror before going out. Çölə çıxmazdan öncə özünə güzgüdə baxdı. Deməli, biz hər zaman öz şagirdlərimə də deyirəm ki, əgər burada yəni insan adı varsa və qadın cinsinə aiddirsə, beyninizdə onu əvəzliklə əvəz edin. Hansı əvəzliklə əvəz edərik? She, çünki qadın cinsindən söhbət gedir. Əgər she desə, deməli biz orada nə verməliyik? Herself, çünki qadın cinsi o özü deməkdir. Himself olmaz, she cinsinə aiddir. Itself olmaz, orta cinsə aiddir, cansızlara. Him olmaz, obyekt halında olan əvəzlikdir. Themselves də olmaz, çünki o əgər they olsaydı, biz onu verə bilərdik. Ona görə doğru cavabımız herself A variantı. 59-cu sualda all the students. Burada diqqəti nəyə verməliyik? All, bütün şagirdlər. Deməli, bu cəmdədirsə, ümumiyyətlə burada homework isim var. İsim varsa biz him verə bilmərik, them verə bilmərik. Çünki obyekt halda işlənən əvəzliklər özündən sonra isim almır. Hers verə bilmərik, çünki burada yenə də müstəqil işlənən yiyəlik əvəzliyidir. It's verə bilmərik, çünki təkdən getmir söhbət. Ona görə doğru cavab olacaqdır there. Ondan uzlaşmalıydı. Növbəti suala baxırıq. 60-cı sual sifət zərf bölməsinə aiddir. Burada diqqətimizi answer sözünə veririk. Çünki cavab verməyə burada bir hərəkət var. Hərəkət varsa biz ilk olaraq sifətləri atmalıyıq variantlardan. A-yə getdi, çünki correct sifətdir, zərf deyil. İkinci tərəfdə isə sim feili var, özündən sonra zərf ala bilmir. Ona görə burada happily olduğuna görə D variantında atmalıyam. Və more-dan sonra müqayisə deməli dərəcəsi more correctly olardı əgər müqayisə dərəcəsi istəsəydi bizdən. Amma bizdə burada heç bir göstərici yoxdur ki, müqayisə dərəcəsi işlənsin. Ona görə B variantında atırıq. Cavab oldu C variantı. She answered the question correctly and seemed happy. O suala düzgün cavab verdi. Tərz hərəkət zərfi var və xoşbəxt görünürdü. Növbəti suala baxırıq. 61-ci sual deyir ki, isimləri istəyir bizdən. İsimlər cərgəsini. Mild mülayimdir. Deməli, A variantı çıxdı. Burada zərf var. Sonra, private şəxsi özəldir. Burada yenə zərf var. Essential vacibdir. Yenə zərf var. Perfect mükəmməl. Yenə zərf var. Ona görə doğru cavab B variantı. Ability, qabiliyyət, quizzin, mətbəx, şeltə sığınacaq. 62-ci sualda yiyəlik hala aiddir. Deməli, this təkdədir. Hər zaman işarə vəzi ilə isim uzlaşmalıdır ingilis dilində. This təkdədir, teacher cəmdədir. Burada uzlaşma pozulub bir səhvdir. Deməli, mən neynirəm? Bir olan variantları çıxıram variantlardan. Hər zaman şagirdlərimə də deyirəm, özünüz üçün hər zaman asan yoldan gedin. Atdıq, qaldı 3 variant. Digər variantlara baxırıq.
Deməli, Z varsa əgər ismin qarşısında, deməli o cəmlənməlidir. Bir soyaddan söhbət gedir. The Whites, burada yalnız apostrof işlənməlidir. Deməli 2 doğrudur. Mr. Mrs. sözləri varsa ismin qarşısında orada apostrof S işlənməlidir. Deməli 3 də doğrudur. Cavabımız 2-3'dür. Niyə 4 səhvdir? Çünki these cəmdədir, işarə əvəzliyi. Teacher sözü təkdədir. Uzlaşma pozulub və ona görə 4'ü də atırıq. Və doğru cavabımız 2-3 olacaq C variantı. Deməli, növbəti testə baxırıq. 63-cü testdə. Sugar. Burada sayılmayan isimdən söhbət gedir. Sayılmayan isim varsa, yəni sayıla bilməyən isim varsa, biz orada few, many işlədə bilmərik. Çünki bunlar özündən sonra cəm isim alırlar. A lot ümumiyyətlə isimlə işlənmir. Çünki zərfdir. Feildən sonra işlənir və doğru cavabımız olacaq D variantı, much sugar. Növbəti suala baxıram. 64-cü suala. In my life deyir. Yəni həyatımda, in my life. In, on, at sözönləri varsa, o bizdən üstünlük dərəcəni istəyir. Ona görə burada much çıxdı, o özündən sonra müqayisə dərəcəsi istəyir. Exciting adi dərəcədədir. More exciting müqayisə dərəcəsindədir. As adi dərəcədədir. Ona görə doğru cavab üstünlük dərəcə the most exciting olacaqdır C variantı. Növbəti testimiz uzlaşmaya aiddir. Mübtəda xəbər, yəni agreement bölməsinə aiddir. Birinci cümlədə görürük ki, cümlə gerundla başlayıb. Getting good results. Yəni bu bir mübtəda kimi götürülür xəbərə qədər. Yaxşı nəticələr almaq bizim üçün vacibdir. Gerundla başlanan cümlənin xəbəri hər zaman təkdə olur. Ona görə birinci cümləmiz doğrudur. Doctors of rescue team help the survivors. Of əgər 2 isim arasında gəlibsə, ofdan əvvəlki ismə baxıram, doktor cəmdədir, help də cəmdə işlənib xəbər, ona görə doğru cavabımız 1-2 variantıdır. 3-də deyir ki, members, ofdan əvvəlki isim cəmdədir və orada was yox, were olmalıydı, 3 ona görə səhvdir. The meal in Indian cuisine, hər zaman cümlədəki ilk sözönünə baxırıq. İlk sözöndən əvvəl gələn isim təkdədirsə, xəbər tək olmalıdır, burada contains olmalıydı. Çünki meal təkdə idi. Əgər cəm isim olsaydı, bu doğru olardı. Ona görə 3-4 səhvdir. Doğru cavabımız 1-dən 2 və D variantı olacaq. Növbəti testimiz 66-cı test definition bölməsinə aiddir. Deməli, attack nədir? Hücum etmək deməkdir. Olacaq 1 B bəndi. To try to hurt or damage someone or something. Sonra, to improve, inkişaf etdirmək, yaxşılaşdırmaq, təkmilləşdirmək deməkdir. To make something better, 2 olacaqdır. A variantı, to feed, yemləmək, yedizdirmək. To give food to a person or animal, ona görə 3 də olacaqdır C variantı. Deməli, 1 B, 2 A, 3 C, bu da olacaq Y variantı doğru cavabımız. Növbəti testimiz 67-ci testə baxırıq. Many people enjoy visiting virtual. Virtual nədir? Xəyali deməkdir. Yəni gerçək olmayan deməkdir. Bizdən də antonim istəyir. Deməli online elə virtual kimidir. Elektronik, yəni elektrik. Digital rəqəmsal deməkdir. Artificial süni deməkdir. Doğru cavabımız olacaq real, həqiqi. C variantı. 68-də bizdə sinonimləri istəyir. Amazing, fantastic, heyrətamiz, gözəl, şahanə. 1 doğrudur. Similar, oxşardır, unlike, fərqlidir. 2 çıxdı, bu antonimdir. Possible, impossible, mümkün, mümkünsüz, bunlar da antonimdir. Terrified, frightened, qorxmuş, bu doğrudur. Delighted, pleased, məmnun olmaq, bu da doğrudur. Doğru cavabımız olacaq 1, 4, 5. Növbəti short textlə davam edirik. We have fun things for children to do after school. Məktəbdən sonra uşaqlar üçün etmək əyləncəli şeylər var. Our classes include games in the gym, cooking, football, basketball, chess. Bizim dərslərimizə daxildir deməli idman zalında oyunlar, yemək bişirmək, futbol, basketbol və şahmat. The classes are at the primary school. Deməli dərslər primary schooldadır. You can find more details on social media. Daha çox informasiyanı sosial mediada tapa bilərsiniz. Deməli, deyir, məktəbdən əvvəldir dərslər, xeyr, məktəbdən sonraydı. Deyir, məktəb zamanıdır, xeyr, məktəbdən sonraydı, B-də çıxdı. Deyir ki, orta məktəbdədir. Burada primary deyir, ibtidaidə idi. O, deməli, C də səhvdir. Children can only cook in the class. Yalnız sinifdə bişirə bilərlər. Burada
Ümumiyyətlə sinifdə bişirmək, ümumiyyətlə belə bir şey danışmırdı. Y variantı doğru cavabdır. Deyir ki, onlayn daha çox informasiya əldə edə bilərsiniz. Bəli, Y cavabı düzgün cavabdır bu test üçün. Növbəti yenə də short textlə davam edirik. Lily and Sophia like learning about indoor games, but they feel nervous because they have never played any games before. Lily və Sophie deməli içəridə olan oyunlar, yəni daxildə olan oyunlar haqqında öyrənməyə xoşlayırlar, lakin onlar çox narahat hiss edirlər, çünki heç vaxt yəni oyun oynamayıblar əvvəllər və onların dostları onlara təklif edir ki, yemək bişirmə klubuna qoşulsunlar, lakin onlar bunu etməyi istəmirlər. Baxaq cavablara. A bəndində deyir ki, Lili və Sofia başqa şagirdlərə oyunlar öyrədilər. Xeyr, onlar heç özləri bilmirdilər. B variantında deyir ki, Lili və Sofia yəni həzz alırlar qapalı oyunlar, aktivitelərdən. B variantı doğru cavabdır bu test üçün. Lili və Sofia istəyirlər, deyir, yemək bişirmə klubuna qoşulsunlar. Xeyr, səhvdir, istəmirdilər onlar. Lili və Sofia deyir, bütün oyunları yaxşı oynaya bilirlər. Orada elə bir şey demirdi. Y bəndində deyir ki, Lili və Sofia artıq deyir, çox yaxşı yemək bişirirlər. Burada belə bir şeydən danışmırdı. Doğru cavab oldu B variantı. 71-də How are you? I had a great weekend. Necəsən deyir. Sara, salam. Necəsən? Mən çox əla həftə sonu keçirmişəm. On Saturday, I went to the zoo with my family. Şənbə günü ailəmlə zooparka getdim. We saw lions, monkeys and elephants. Biz orada şirlər, meymunlar və filləri gördük. On Sunday, I stayed at home and watched a movie. Mən bazar günü evdə qalıb film izlədim. What did you do on your weekend? Bəs sən öz həftə sonunda neynədin? See you at school. Məktəbdə görüşənədək Emily. A bəndində deyir ki, Sara cizgi film izlədi. Xeyr, film izləmişdi. B bəndində deyir ki, parka getdi. Xeyr, zooparka getmişdi. C bəndində deyir ki, bütün günü evdə qaldı. Xeyr, yanlışdır. D bəndində deyir ki, nənəsi gilə getdi. Xeyr, deyir ki, həftə sonundan çox həzz aldı. Bəli, doğru cavabımız elə Y variantı idi. Növbəti mətnlə davam edirik. Derek Pravicini is a world famous pianist from England. Deməli, Derek Pravicini İngiltərədən olan dünyaca məşhur bir pianistdir. He was born in 1979, earlier than expected, and this caused some health problems. O 1979-cu ildə anadan olub və gözlənildiyindən daha əvvəl o sağlamlıq problemləri ilə üzləşib. Derek became blind and has learning difficulties, but he has a special talent. O deyir, kör oldu, lakin onun çətinlikləri var idi öyrənməkdə, lakin deyir, onun xüsusi bir istedadı var. He is a truly musical genius. O həqiqətən də gerçək bir musiqi dahisidir. From a very young age, çox gənc yaşlarından Derek musiqiyə böyük bir maraq göstərirdi. He started playing the piano at the age of 2 and at the age of 9. O deməli piano çalmağa 2 yaşından və 10 yaşında başladı. He performed in his first concert in London. O ilk konsertinə Londonda deyir ifa etdi. Derek can see or read music, but he can play any pieces of music after hearing it just once. Derek musiqini nə görə bilmir, nə oxuya bilmir, lakin deyir, o bircə dəfə eşidəndən sonra deyir, musiqini, onun parçalarını, istənilən parçaları ifa etməyi bacarır. This ability is called being a musical genius. Bu qabiliyyət musiqi dahisi olmağa adlandırılır. He remembers thousands of songs and plays them perfectly, adding his own style. O minlərcə musiqini xatırlayır və onları mükəmməl şəkildə ifa edir, həmçinin öz üslubunu ora əlavə edərək. Derek has traveled to many countries such as the United States, Germany and Japan. Derek bir çox ölkələrə səyahət edib, yəni Amerika Birləşmiş Ştatları, Almaniya və Yaponiya kimi. He performs concerts around the world and often supports charities with his music. Deməli, o deyir, bütün dünyada deyir, konsertlər verir və öz musiqisi ilə xeyriyyəni dəstəkləyir tez-tez. He usually travels with his music teacher. O tez-tez öz musiqi müəllimi ilə səyahət edir. Who also helps him. Kim ki, həmçinin ona gündəlik həyatda kömək edir. Derek's story is inspiring. Derek'in hekayəsi ruhlandırıcıdır. He proved that
Even with difficulties, people can still do amazing things and follow their dreams. O sübut edir ki, hətta çətinliyi olan insanlar hələ də heyrətamiz şeylər edib öz arzularının arxasınca gedə bilərlər. Bəli, düşünürəm ki, bu doğrudur. 72-ci sualda deyir ki, nə üçün onu musiqi dahisi adlandırırlar? A bəndində deyir ki, çünki yalnız klassik musiqi ifa edir. Xeyr. B bəndində deyir ki, o başqa uşaqlara musiqi dərsi keçir. Xeyr. C bəndində deyir ki, hətta bircə dəfə eşidəndən sonra musiqini ifa edir. Bəli, doğru cavab elə C variantıdır. D-də deyir ki, o musiqini sürətlə oxuyur. Xeyr, oxuya bilmirdi. Y-də də deyir ki, çünki o musiqi haqqında kitablar yazır. Ümumiyyətlə elə bir söz keçmirdi. 70-də deyir ki, nə haqqındadır mətn? The difficulty the blind face. Görmə əngəlli insanların qarşılaşdığı çətinliklər. Xeyr. A popular musician with problems. Problemləri olan məşhur bir musiqiçi. Bəli, cavab elə B variantıdır burada. C-də nə deyir? Deyir, musiqi müəllimi kim ki Dereklə işləyir. Xeyr. Orada sadəcə bir dəfə adını çəkdi ki, ona dəstək olurdu. D variantında deyir ki, a supporting charity, xeyriyyə deməli, dəstəyi körlər üçün. Supporting charity concert, deməli, xeyriyyə məqsədi ilə olan bir konsert körlər üçün. Xeyr, belə bir şey demirdi. An educator who helps blind children, görmə əngəlli olan uşaqlara kömək edən bir müəllim. Xeyr, orada elə bir şey danışmırdı. 74-cü sual. Derek was born in the 19th century. Xeyr, 20-ci əsrdə doğulmuşdu. Bir səhvdir. Bizdən doğru cavablar istəyir. Correct statements. He forgets music notes after hearing. O eşidəndən sonra deyir, unudur notları. Xeyr, bu da yanlışdır. Deməli, doğru cavabımız bizdə nədir? 3, 4, bir də yoxlayaq, doğrudurmu? His teacher supports him in his daily activities. Müəllimi ona gündəlik məşğuliyyətində ona dəstək olur. Bəli, doğruydu. 4-də deyir, he has performed in many countries. Bir çox ölkələrdə ifa edib. Bu da doğru idi. Bəli, Y variantı doğru cavabdır. 75-ci sual. Although Derek is blind and he is learning difficulties. Baxmayaraq ki, o görmə əngəllidir və onun öyrənmə çətinlikləri var. O deyir, musiqini çox yaxşı oxuyur. Xeyr, səhvdir. He works as a music teacher. O musiqi müəllimi işləyir. Səhvdir. He became a famous musician. Bəli, o məşhur musiqiçi oldu. C variantı doğru cavabdır. Deyir, onun musiqi haqqında çətinlikləri var, deyil, səhvdir. Yalnız deyir, kiminsə köməkliyi ilə ifa edə bilər. Yanlışdır. Səhvdir. Doğru cavab oldu C variantı. Növbəti 76-cı sualımız və nəhayət sonuncu sualımız mətnə görə bizdən false istəyir, yəni yanlış cavabları. He is a very good piano player. Piano player, bu düzdür. Deməli, bizə lazım deyil, bizə səhvlər lazımdır. He reads musical notes when he plays. Oxuyur, deyir, ifa edəndə. Xeyr, oxuya bilmir. Deməli, 2 bizə lazım olan cavabdır, yəni yanlış variantdır. 3-də he had his first concert at the age of 9. İlk konsertini 10 yaşında deyir, verib. Bu da doğru cavab idi. Deməli, bizə lazım deyil bu. Və he never helps charity. Heç vaxt kömək etmir xeyriyyə cəmiyyətlərinə. Xeyr, kömək edirdi. Deməli, 2 ilə 4 bu test üçün olacaq doğru cavab. Diqqətinizə görə təşəkkür edirəm. Hər hansı bir sualınız olarsa, kommentlərdə mənə müraciət etməkdə özünüzü rahat hiss edin. Bugünlük bu qədər. Diqqətinizə görə bir daha təşəkkür edirəm və hər birinizə imtahanlarda uğurlar arzu edirəm.